Mən qeyd etdim ki, titul, ünvan kimi istifadə olunan adlardan biri insani keyfiyyətləri xarakterizə edən pir və dədə adı ilə bağlıdır. Bəziləri pir sözünü fars dilinə aid edir. Lakin mən apardığım təhlillərlə pir sözünün Hind, Avropa və Türk dilində, həmçinin Hami-Sami dilində ortaq olan söz yuvasından formalaşdığını və ev, əbə, pir, bəbə kökü ilə bağlı olduğunu və burada ev sözünün ümumi ailəni, əbə sözünün uşağı dünyaya gətirən ananı və orada əbə sözündə b-nin vılaşması ilə o bizim qarşımıza Eva, Həvva kimi çıxır. Pir sözü isə P və ürəmək sözünün kökündən formalaşan pir sözü isə uşağı dünyaya gətirən ananın həyat yoldaşı kimi qarşımıza çıxır və bizim dilimizdə bir fraza var. Əsasən atalar evlatlarına uşaq belimdən gəldi ifadəsini işlədir və ya bir türk deyimində elinə, dilinə, belinə sahib çıx ifadəsini görürük. Və buradakı bel sözü əslində həmin pir sözündə r-nın ulaşmasından başqa bir şey deyil. Və dünyaya gələn uşaq isə ev sözünün saati sağa keçən bə kökünün 2 dəfə təkrarından bəbə kimi qarşımıza çıxır. Həmin bel sözündən biz ərəb dilində övlad sözünün kökünü, vələd sözünün kökü olan bılı kökünü görürük və eyni ilə həmçinin Hind-Avropa dillərində brat, brazə sözünün kökünün olduğunu görürük. Və pir və dədə sözünü isə türklər həmçinin ünvan kimi, titul kimi işlədibdir. Firidun Cəlilov 9 biti kitabında qeyd edir ki, eramızdan əvvəl 714-cü ildə olan, bu ətrafda olan Subar və Sak bəylərində Pirdatu ünvanı olmuşdu. Lakin Firidun Cəlilov bu Pirdatu sözünün izahını verə bilməmişdi. Firidun Cəlilovun yazdığı 9 biti kitabı araşdırmacılar üçün əvvəlsiz bir kitab toplusudur. Çünki o burada bir çox qaynaqları arayaraq, araşdıraraq və burada lazım olan məqamları, lazım olan qaynaqları göz önünə gətirmişdir. Və bu Pirdatu əslində bizim qeyd etdiyimiz pir dədə sözündən başqa bir şey deyil. Və bizim növbəti titulumuz isə mətə, mata tituludur. Türklər demək, şəxs əvəzliyi kimi işlətdiyimiz ma kökü ilə ata sözünü birləşdirərək ma-ata ünvanı formalaşdırmışdı. Və türklər bu mata ünvanını zaman zaman onları qurtaran rəhbərə demişdi. Yəni hərfi olaraq mənlikli ata sözü əslində günümüz mənasında qurtarıcı rəhbər mənasında işlənmişdi. Və biz Midiya dövlətinin, hansı ki ona mada da deyilir, əslində həmin mata sözü ilə əlaqədar olduğunu görürük və həmçinin mata, mətə bizim qarşımıza Hun xaqanı kimi çıxır. Və ma-ata sözünün tərs kombinasiyası bizim qarşımıza ataman sözünü verir. Ataman sözü Kazaq türklərində hələ də rəhbər, tayfa rəhbəri mənasını verən bir söz kimi çıxır. Azərbaycan dialektində hələ də atamanlıq etmək sözü qalmaqdadır. Lakin bununla yanaşı biz ataman sözünü elə Mətə xanın atasının adına baxsaq, görürük ki, onu tarixdə Teoman və ya Tuman xan olaraq qeyd edirlər. Yaxşı, Teoman nə deməkdir? Tuman nə deməkdir? Əslində bu ataman sözünün fərqli yazılmasından başqa bir şey deyil. Qeyd edim ki, əski əlifbalar günümüz səslərini tamlığı ilə ifadə edə bilmirdi. Hətta günümüzdə belə biz hansısa sözü fərqli dillərdə yazdıqda onun fərqli səsləndiyini görürük. Sadə misal özümdən verim. Rəşad adını rus dilində yazın görək, Rəşad adını tamlığı ilə yaza biləcəksənmi? Və ya ingilis dilində yazın, və ya ərəb dilində yazın. Yəni dolayısıyla qədimdə sivi mixi yazısı ilə və ya Çin dilində olan hieroqliflərlə bunu yazacaq olsan və ya hətta göy türk runik əlifbası ilə yazası olsan, burada müəyyən qədər bu sözlər fərqli səslənəcək. Yəni bu yazılışlar həmin adları tam dolğunluğu ilə fonetik səslənişini verə bilməz. Yəni dolayısıyla demək mata, mətə, madanın tərs kombinasiyası olan ataman və Mətə xanın atası olan Teoman, Tuman xan
eyni sözdür. Yəni ki, Ataman sözü ilə Teoman, Tuman xan eyni sözü ifadə edir. Yəni bu Mata adının tərs kombinasiyasından başqa bir şey olmayıb, qurtarıcı rəhbər deməkdir. Və qeyd edim ki, bu arada Mətə əslində Mətənin əsl adı deyil. Ona Şadulu deyilir və daha sonra o xan olduqdan sonra bu ünvan ona verilmişdi. Niyə? Çünki o Hun ittifaqını daha güclü hala gətirəcəkdir. Və eyni ilə biz Ataman, Teoman sözünün bənzəri kimi qarşımıza Osmanlı imperiyasının qurucusu olan xanın adını görürük. Çox təəssüf ki, biz onu Osmanlı kimi ifadə edirik. Biz Osman xanın atasının atasına, yəni babasına baxdıqda görərik ki, onun adı Gündüz Alpdır. Osman Qazinin atasının adı Ertuğrul bəydir. Onun adı güya ki Osman Qazidir, oğlunun adı isə Orxan Qazidir. Yəni biz görürük ki, daha bu 4 nəsildə 4 nəslin üçünün adı türk dilindədirsə, demək ki Osman Qazi adı fərqli olmalıdır. Və Osman Qazinin tarixi daha sonra ərəb dilində yazıldığından və ərəb dilində B, T, S səsləri yuxarıya baxan sıya bənzər nöqtələr ilə fərqlənən bir əlifba ilə göstərildiyindən və ərəb dilində də əslində bunun Otman kimi yazıldığını, yəni bu sınla zının qarışığı bir səs olduğunu görürük. Yəni dolayısıyla demək ki, ərəb əlifbası ilə burada Otman, Ataman sözü yazılıb. Daha sonra bizim İslami keyfiyyətlərimiz artdığından biz Otomanı Osman kimi oxumağa çalışmışıq. Demək biz nəyi müəyyənləşdirdik? Maata anlayışından türklər Mata, Midiya dövlətinin adı olan Mada dövlətini, həmçinin Hun xanı, Mətə xanın adını, Maatanın tərs kombinasiyasından isə Ataman, Teoman və Otoman Qazinin adının olduğunu görürük. Ata sözündən danışmışkən, Qərbi Hun xaqanı Attillanın adının da etimologiyasını verək. Biz tarixə baxdıqda görürük ki, Attillanın atasının adı Muncuq xandır. Attillanın isə 3 oğlu olmuşdu. Elək, Dəngizlik və Ernək. Bəs görən bu adlar nə qədər doğru yazılmış və nə qədər doğru izah olunmuşdu. Tarixçilərin, dilçilərin böyük əksəriyyəti Attillanın atasının adını Muncuq kimi göstərərək Muncuq adının ola bilsin ki, dəyərli, qiymətli mənasına gəldiyini düşünür. Əslində isə Attillanın atasının adı günümüzdə türk dillərində rəqəm mənasına gələn min sözü ilə eyni kökdən olan Ming, məngü sözü idi. Yəni əbədi, güclü demək idi. Və beləliklə əslində onun adı Məngü ağa, yəni əbədi ağa mənasına gəlmişdi. İndi bu daha sonra təhrif olunaraq çağında Muncuq kimi yazılmışdı, yoxsa bu qərəzli formada Muncuq kimi oxunmuşdu. Bunu düşünmək lazımdır. Və artıq qeyd etdiyim kimi biz Ming adını Manna dövlətinin adında və Çingiz xanın nəvəsi Teymur Məngü xanın adında görürük. Atilla adını dilçilər, tarixçilər iki formada izah etməyə çalışır. Bildiyimiz minilən at və el sözündən formalaşıb at xalqı, atlı xalq mənasına gəldiyi düşünülür və ikinci forma isə ata və el sözündən birləşib elin atası mənasına gəldiyi düşünülür. Təbii ki, biz artıq Maata sözünün tərs kombinasiyası kimi Ataman sözü və elbaşı, Basel sözündə olduğu kimi burada da ata və el sözünün birləşməsindən el atası mənasında Atilla sözünün formalaşdığını düşünməliyik. Və artıq qeyd etdiyim kimi Attillanın 3 oğlu olmuşdu. Bunlardan birinin adı Elekdir, türk dilində elek söz olmuşdu və biz elek sözündən türk dillərində Tanrının sifəti kimi Ülgən adını, həmçinin Attillanın oğlu kimi Elək adını və Hami Sami dillərində yaradan Tanrı mənasında İllah adının olduğunu görürük. Attillanın növbəti oğlunun adı isə Dəngizlik kimi ifadə olunur. Əslində isə düşünmək lazımdır ki, görən Attillanın oğlunun adı Dəngizmi olmuşdu, yoxsa
Alpar Tongada olduğu kimi Tonga olmuşdu. Hansı ki Orta Asiya və Mərkəzi Asiya türklərində Tanhu bir hökmdar ünvanı, rəhbər ünvanı idi. Və Atilla'nın növbəti oğlunun adı Ernek kimi oxunur və bu adı əsasən ər-igid və naq şəkilçisinə bölürlər. Və beləliklə Ernəgi kiçik igid, igidcik mənasına gəldiyi düşünülür. Bəlkə bu Ərən ağadır. Ta qədimdən Osmanlının əvvəlinə qədər gələn Alp ərənlər kültürü. Ərən ağa, Bükünək. Və eyni ilə türklər səsi ifadə edən aymaq sözündən ayğucu rütbəsi formalaşdırıb. Bu ayğucu əsasən günümüz Azərbaycan ərazisində və Orta Asiya ərazisində işlək söz olub. Ay sözü günümüzdə türk dilində biz demək, söyləmək sözünü daha çox istifadə ediriksə, orta çağlarda bunun sinonimi kimi aymaq sözü də olduqca geniş istifadə olunub, deyilib və biz Dədə Qorqud dastanına baxası olsaq, orada demək, danışmaq mənasında aymaq feilinin daha çox işləndiyini görürük. Və buradakı ayğucu sözü günümüz millət vəkilini, deputatı ifadə edən sözə bənzər bir sözdür. Yəni buradakı ayğucu xanın, bəyin danışmanı mənasını ifadə edən bir titul olmuşdu. Və biz eyni ilə türk dillərində deyim söz kökü ilə eyni kökdən olan və həmçinin toy, düyün sözünün kökü olan dey kökündən, doq kökündən bir rütbəni formalaşdırdığını görürük. Bu tay-dey sözü bizim qarşımıza artıq qeyd etdiyim kimi Targitay, Cağatay, Taybilgə, Taybars, Deyağa, Ağatay və Oqtay adları kimi çıxır. Və biz Herodota baxdıqda görürük ki, Herodot öz əsərində qeyd edir ki, Sakların iki rəvayətə görə ilk ataları olub. Bir rəvayətə görə Sakların atasının adı Herakldır, digər bir rəvayətə görə isə onların atasının adı Targitaydır. Yaxşı, buradakı tay nə deməkdir? Tay burada artıq qeyd etdiyim kimi bir, deyim sözünün kökü olan deydir və həmçinin türk dilində tikmək, takım, toqqa, toy və düyün. Düyünləmək sözünün kökü olan toq kökü var. Bu kök eyni kökdür və türklər əsasən bənzər homonim olan sözləri eyni anda istifadə edərək rütbə adları yaratmışdı. İndi biz bunu günəş ilə bağlı rütbə adlarında da görəcəyik. Yəni dolayısıyla demək toy dedikdə bu səs, birlik mənasına gəlirdi. Və elə bu səbəbdən də qədimdə türklər qurultay mənasındakı sözü toy sözü ilə qeyd etmişdi və biz Dədə Qorqud dastanında bəylərin tez-tez bir toya yığıldığını görürük. Təbii ki, buradakı toy gəlin ilə bəyin olduğu toy deyil. Təbii ki, biz eyni ilə toy, düyün sözündən ər ilə gəlinin də birləşməsini ifadə edən şənliyin adını formalaşdırmışıq. Çox təəssüf ki, dilçilərimiz toy sözünü yemək mənasında doymaq kökü ilə əlaqələndirir. Və artıq mən qeyd etdiyim kimi buradakı toy sözü demək, deyim sözünün kökü və tikmək, takım, düyün sözünün kökü olan toq köküdür. Və bu birliyi ifadə edir. Və elə bu səbəbdən də türklər Herodotun qeyd etdiyi rəvayətə baxdıqda görürük ki, Sakların ilk atasının adı Targitaydır. Targ hissəsini isə dartmaq, yıxmaq və sair kimi yozmağa çalışır dilçilər. Bu əslində türkdən başqa bir sözdür. Targitay türk toyunda seçilmiş deməkdir. Seçki ilə gəlmiş türk deməkdir. Niyə? Çünki biz Sakların artıq köçəri həyat yaşayan dış türklərdən ibarət olan Boylar İttifaqını yaratmış bir dövlət olduğunu görürdük. Yəni Saklar köçəri türk boylarının qurduğu bir dövlətdir. Köçəri türklər isə hərbi, demokratik dövlətin ilk rüşeymlərini yaradıb. Səbəb nə idi? Çünki köçəri olan türklər yalnız könüllülük şəklində ittifaq qururdu ki, daha güclü dövlətlərə qarşı gələ bilsin, biri-birini qoruya bilsin. Çünki köçəri olan türkləri sən hər hansısa formada ram edə bilməzsən. O yalnız könüllülük şərtləri ilə bir birliyə tabe ola bilərdi. Və elə bu səbəbdən də köçəri türklərdə demək seçki, toy anlayışı yaranmışdı. Və bu seçkidə seçilən
türk rəhbərinə elə Türktay deyilmişdi ki, hansı ki Herodot onu Targitay kimi yazır. Yəni buradakı Targitay konkret hansısa şəxsin adı olmayıb, o bir titul idi. Və biz eyni ilə daha sonra toy ağası sözünün formalaşdığını görürük. Toy ağası dedikdə günümüz toyunu düşünsək fərqli bir anlayış ortaya çıxır. Lakin artıq qeyd etdiyim kimi toy sözü qurultay mənasına gəlirdi. Toy ağası isə qurultayda seçilən ağa deməkdir. Biz bu toy ağasını ünvan olaraq qarşımıza toyğu kimi qarşımıza çıxdığını görürük. Toyğu ünvanı Orta Asiya türklərində olduqca geniş yayılmış ünvandır. Eyni ilə biz toyğu ünvanının qarşımıza Midiya dövlətinin ilk rəhbərinin adı kimi Deok olaraq qarşımıza çıxdığını görürük. Herodot nə deyir? Herodot qeyd edirdi ki, Deok pərən-pərən olmuş madaları bir ətrafa topladı. Səbəb nə idi? Demək ki, ətrafa səpələnmiş madalar daha sonra seçki ilə bir birlik ağası, toy ağası, qurultay ağası seçdi ki, bizi yenidən birləşdir. Və bu Deok toyğu daha sonra mənbələrcə Deok olaraq qarşımıza çıxır. Və bundan maraqlısı nədir? Eyni ilə biz Səlcuqlunun qurucusu olan Səlcuq xanın atasının adının Dükak olaraq olduğunu görürük. Artıq qeyd etdiyim kimi toyun əsas ilk kökü nədir? Toq. Həmin o toy, bax fikir verin, düyün. Düyünə günümüz türkləri nə deyir? Dügün. Və Toq ağası Dükak olaraq qarşımıza çıxır. Yəni demək ki, Səlcuq xanın atası da yenə seçki ilə gəlmiş bir xan idi. Və bu səbəbdən də ona Dükak deyilir. Dolayısıyla demək ki, qurultayda toyda seçilən günümüz fonetikası ilə toy ağası olmuşdu. Və bu toy ağası toyğu ünvan kimi çıxır. Mərkəzi Orta Asiya türklərində, həmçinin Mada dövlətini quran, günümüzdə dırnaq içində xan adı kimi başa düşürük, lakin bu ünvan imiş, indi müəyyənləşdirdik. Deok olaraq qarşımıza çıxır, həmçinin Səlcuq xanın atası Dükak olaraq qarşımıza çıxır.